Salam. Deyirsiniz ki, ayağımda daban şporu var. Ağrıdan yata bilmirəm. Səhər tezdən ayağımı yerə qoya bilmirəm. Getdim, iynə vurdurdum, ağrı keçmədi. Nə bilim, nəyisə limon qoydum, biri deyir xına qoydum, hərə bir şey deyir. Siz bunlarla nə gözləyirsiniz ki? Bunlarla ağrı keçəcək. Ən yaxşı halda 3 gün, 5 gün ağrınız keçər. Mində bir xəstənin daban şporuna iynə vurdurarsa, bu iynə steroiddir. Bu sizin bədəninizə zərərli bir şey. Steroid iynələr o qədər də xeyirli bir şeylər deyil. İnanmırsınız, açın özünüz oxuyun. Steroid iynələri vurdurmaq o qədər də yaxşı deyil. Getdiyiniz həkimlərin, getdiyiniz o insanların əksəriyyəti sizi yalnız ağrıdan xilas eləməyə çalışır. Amma bunların heç biri sizi bu daban şporundan xilas eləməyə çalışmır. Daban şporu kristaldır. Duz kristalına bənzədiyi üçün buna el arasında duzlaşma da deyirlər. Amma bunun duza heç bir aidiyyəti yoxdur. Bunu ancaq zərbə dalğa terapiyası ilə qırmaq lazımdır. Bu qırılandan sonra canınız bundan bir dəfəlik tutaracaq. Yox, amma siz gedib steroid iynə vurdurarsınızsa, hər hansı bir yumşaldıcı prosedur eləyərsinizsə, bu yumşaldıcı prosedur sadəcə daban nahiyəsində iltihabı azaldır, ona görə pasiyentin ağrısı kəsir. Əksər hallarda bizə gələn pasiyentlərin əksəriyyəti deyir ki, rəylərdə yazılmışdır ki, filan şey ilə keçəcək, filan şey ilə keçəcək. Siz özünüz belə əmin olmadığınız bir şeyi başqasına misal göstərməyin. Bu başqasında daha böyük bir faciə, problem yarada bilər. Onun üçün ən gözəl üsul zərbə dalğa terapiyasıdır. Zərbə dalğa terapiyası eləyin və düzgün eləyin. Bu problemdən bir dəfəlik tutarın.